İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə konstitusiya və suverenlik elan edildi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu 2025-ci ildə konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci il dönümünü nəzərə alaraq imzalanan bu sənəd xüsusi önəmə sahibdir. Bu dövlət aktı tarixi zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda 1995-ci ildə Milli Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayacaq. Sərəncamında qeyd olunduğu kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq, yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olur. 1987-ci ilin sonunda Moskvada mən tutduğum yüksək vəzifələrdən, yəni siyasi büronun üzvü vəzifəsindən və Nazirlər Şirkətinin sədrinin birinci müavini vəzifəsindən istifa edəndən sonra, bir neçə aydan sonra mənə qarşı Moskva rəhbərliyi tərəfindən, yəni Sovet İttifaqının rəhbərliyi tərəfindən, xüsusən o vaxt Sovet İttifaqına başçılıq edən Mikhail Gorbaçov tərəfindən ədalətsiz hərəkətlər başladı. Mənə əsası olmayan mətbuatda, planda tənqidlər meydana çıxdı. Məni nəsələr, heç əsası olmayan şeylərdə günahlandırmaq istədilər və mən üzü bir ağır həyat devri yaşadım. Lakin dahi şəxsiyyəti bu əməllər usandırmadı. O, xalqının müstəqilliyi və gələcəyi naminə düz bildiyi yoldan irəliləməyə davam etdi. Azərbaycanın ən dar günlərində bütün riskləri gözə alaraq xalqının təkidi ilə hakimiyyətə gəldi. Bu dəfə müstəqil Azərbaycan müstəqil qərarlar zamanıydı. Ümumilli lider ilk olaraq siyasi çatışmanı aradan qaldırdı. Hakimiyyətdə hökm sürən hərçmənçiliyi sona çatdırdı. Birinci Qarabağ müharibəsində atəşkəsin əldə edilməsinə nail oldu. Bundan sonra müxtəlif sahələrdə islahatlar həyata keçirdi. 2003-cü ilə qədər Azərbaycan regionda və dünyada nüfuzu günü-gündən daha da artan dövlətə çevrildi. Şübhəsiz, bu istiqamətdə Heydər Əliyevin islahatlarının və əsrin müqaviləsinin rolu böyük idi. Azərbaycan artıq siyasi, iqtisadi və hərbi cəhətdən güclü dövlətə çevrilirdi. Bu tərəqqi bir məqsədə hesablanmışdı. Arzu edirəm ki, sizinlə birlikdə gedər Şuşaya. Gələcəyik, inanın ki, gələcəyik. Şahan üçün əzizdir. Amma hər şey yox. Laçın dağlarını bilərsiniz. Heç vaxt biz Laçınsız yaşaya bilmədik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayil, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşaya bilmədik. Təsəvvür edelim. Ulu Öndərin bu arzusunu isə layiqli davamçısı Prezident İlham Əliyev həyata keçirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı yenidən birlik nümayiş etdirərək 30 illik işğala son qoydu. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.
Gününüz aydın ve vaxtınız xeyir olsun, hörmətli qonaqlar və tədbir iştirakçıları. Gülarə Əliyev adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin Konstitusiya və Suverenlik ilinə həsr olunmuş ilk konsertinə xoş gəlmişsiniz. Və təşəkkür edirəm. İlk dəfədir bugün bizim qonaqlarımızın arasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin inspektor və İncəsənət və Təhsil Sektor Müdürü Altun Rəcəbli iştirak edir. Xoş gəlmişsiniz. Eləcə də digər bütün qonaqlarımızı Bakı şəhər, Suraxanı rayonu İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Yeni Azərbaycan Partiya Təşkilatının nümayəndələrini, orta məktəb və Musiqi və İncəsənət Məktəbi müəllimlərini hamınızı salamlayırıq. Hamınız bizim üçün dəyərlisiz və bir daha xoş gəlmişsiniz. Amma mən daha bir bizim əziz qonağımızı, əziz Yunda müəllimimizi mən bugün böyük məmnuniyyətlə və konsertimizin əvvəlində Lalə İbrahimovanın rəhbərlik etdiyi Şənlik rəqs ansamblı öz ifasının öz rəqsini sizə təqdim etdi. İllikcə növbəti iştirakçını mən səhnəyə dəvət edirəm. Respublika və beynəlxalq müsabiqələr laureatı Fidan Şərifova. Qrip Yolsberdən rəqs. İzlayıcı Leyla Daharlı, konsertmeister Reşine İskender.
Cahangir Cahangirov, Aylı Gece, ifa edir Gülsüm Ağazadə, konsertmeister Gülər Məhəmməd.
ifa edir. Bakın Esen. Niyazi, Azov, ifa edir Hüseyin Məhmədov. Konsertmeister Nigar Qurbanova. Sayede Esma'nı aldı.
ayın Prelude ifa edip Mədinə Paşayeva. Hüseyin Hacıbeyli'nin 140 illiğiydi. Bu hafta Cenab-ı İslam İlham Əliyev tədbirlər planının hazırlanması, geçirilmesi hakkında sərəncam imzalamıştır. Konseptimiz rəngarəng istər, repertuar, istər, janr baxımından milli, klasik, dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənir, amma heç bunlar Hüseyin Hacıbeyli musiqisi səslənməsin. Səhnədə məktəbin Nəfəsli Alətlər Orkestri Hüseyin Hacıbəyev qızlar qoru.
İspan rəqsi, çıxış edir şəhərlik rəqs ansamblı. Vasif Abdüzal, Layla ifa edir Rəhman Hüseynzadə, konsertmeister Leyla Atakşiyeva.
etmək istəyirəm. Sizinlə daha yaxından tanış etmək üçün Mədinə Paşayeva. Mədinə 4-cü sinif şagirdidir. Adətən istedadlı uşaqlar haqqında məlumat verəndə onun beynəlxalq respublika müsabiqələri haqqında məlumat verirlər, ancaq mən tam başqa bir yöndə danışacağım. Mədinə 1-ci sinifdən klasika ilə yanaşı həm də kamil, çox mükəmməl, çox gözəl bir şəkildə caz əsərləri ifa edib və hətta o öz ifası ilə dünya şöhrətli Əzizə Mustafazadəni belə heyran edə bilmişdir və belə ki, Əzizə Mustafazadə Bakıda olarkən dekabr ayında Heydər Əliyev Sarayında konsertinə və eləcə də Vaqif Mustafazadənin mart ayında anadan olmasının 85 illiyinə həsr olmuş yubileyində Mədinəyə də yer ayrılmışdır və Mədinə bu konsertlərdə çox şöhrətli, çox belə istedadlı caz ustaları ilə səhnəni paylaşmışdır və Mədinə bugün bizə nə ifa edəcək? Yeni Bakı. Yeni Bakı.
istifa edirlər. İkram Məmmədli, İsmail Alıqlı, İbrahim Ramazanov, Zeynəb Məcidzadə, Avalar Abbasov, Məhəmməd Məmmədzadə.
Yaşa mənim xalqım. İfa edirlər İbrahim Ramazanov, Ağalar Abbasov. Cahangir Cihangirov, Yenilmez Batalyon filminden Mahmut. Yes,
Ulu Önder. salamlayıram. Artıq axşamınız xeyirli deyirəm. Siz bizim yeməklərimizə xoş gəlmişsiniz. Tez proqramımız uzun olsa da, əminəm ki, zövq aldınız uşaqlarımızın, şagirdlərimizin çıxışlarından. İlk öncə istəyirəm ki, ürəkdən bu körpə balalarımızı alqışlayaq. Bugün qəhrəmanlar. Bugün burada Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yeni sektor müdürümüz Altun Rəcəbli iştirak edir. Öz təşəkkürümü bildirirəm ki, ilk dəfədir məktəbimizdə təəssüratlarını birazdan istəyirəm ki, bölüşsün bizlə. İstirahxan Rayon İcra Hakimiyyətinin Sevinç xanım, Yeni Azərbaycan Partiyasından Salman müəllim, çox həyəcanlıyım, üzürlü sayır məni. Elmi Metodik kabinetimizdən Leyla xanım, əməkdaşları ilə və mənim əziz doğma həmkarlarım, məktəb direktorlarımız, orta təhsil məktəbimizdə həminizə sonsuz təşəkkür edirəm ki, bizləri bugün tək qoymadınız. Bu konsertin ərsəyə gəlməyində aylarının əməyi var. Bütün müəllimlərimizə öz sonsuz təşəkkürümü bildirirəm. Valideynlərimə öz sonsuz təşəkkürlərimi bildirirəm ki, bu körpə balaların hər zaman yanındadırlar, arxasındadırlar. Biz də bacardığımız qədər mədəniyyətimizə öz qatqılarımızı onların vasitəsilə çalışırıq ki, həyata keçirdək. Onlar da torpağa, bayrağımıza, ölkəmizə, Cənab Prezidentimizin apardığı uğurlu siyasəti dəstəkləyərək biz də öz borcumuza düşən
vəzifəndə çalışırıq ki, yerindəcə yerinə yetirək. Və əminəm ki, bu uşaqların hər birinin, demək olar ki, ifa elədikləri əsərlərin çoxusu vətənpərvərlik mövzusundaydı və düşünürəm ki, elə belə ifa olunan əsərlər deyil, onların hər birinin beynində kiçiklikdən ta ki yetişkin bir şəxsiyyət olana qədər iz buraxacaqdır. Ona görə körpə balalar həmişə çalışın öz vətənimizi, torpağımızı, ölkəmizin bütövlüyü uğrunda mübarizənizi dik alnı açıq, hər zaman belə gözəl səhnələrdə də aparasınız. Təbrik edirəm hamını. Çox sağ olun. İstəyərdim ki, Altın Mənim bura dəvət edeyim, sonra da digər nümayəndələrimizə söz verək. Teşekkür ederim. Çok sağ olun. Sesimiz yaşı gelir, işleyebiliriz. Sədat xanım, bildirirsiniz ki, hər geçdiyiniz konsertdə eyni çıxış eləmişsiniz. Eyni çıxış görürük ki, eyni çıxış eləyək. Mənim həmkarım bildirir ki, siz getdiyiniz hər yerdə fərqli ifadələr işlədirsiniz və bu bir ay içərisində 15-20 konsert olurlar və çıxışımızın quruluşu fərqli olur. Bu qədər çətindir, razıyım, amma o çətinliyin ərsəyə gəlməsində buradan dəstək var. İlk öncə sizləri salamlayıram və sizə təşəkkür edirəm. Məncə hər müəssisənin tərkibində təhsil alan şagirdlərin üzündəki gülüş onun rəhbərindən asılıdır. Mən bayağına oturmuşam, orada deyək ki, 100 nəfərinin üzümüzdə bir təbəssüm yaranır. Məncə bu sizdən asılıdır. Elvira xanımda Rəçanbağızdan təbəssümlü, mehriban və səmimi davranır. Uşaqlara da bu yansıyır, müəllimlərdə rol var. Bütün tərəflərə təşəkkür bildirdim, mən uzatmaq istəmirəm. Anadır arzulara hər zaman Qarabağ musiqisi oxunanda getdim biraz uzağa. Məncə artıq o arzu deyil, o çin olmuş bir belə deyil, arzudur. O arzu çin olub. Biz onu əldə eləməmişdik və onun arzumuz daima içimizdə, onun yanlısı var idi. Artıq o arzumuz çin olub. Təbii ki, yenə də qəlbimizdə, könlümüzdə tam Azərbaycandır, amma hansı ki o arzusunu çəkdiyimiz, yolun gözlədiyimiz bizdədir. Və bunun ərsəyə gəlməsində hərbçilərlə yanaşı müəllimlərimiz, çünki onları o arenaya çıxaran ziyalılarımız, müəllimlərimiz, valideynlərdir. Bütün öyrətmə və öyrətmə prosesində olan hər kəslə təşəkkür edirəm. Məktəb direktorlarına çox xahiş edirəm, biz bundan sonra necə edəyək? Uşaqlarımızla bağlı danışanda biz deyirik, məsələn, Əli və yaxud da ki, Mədinə 2-ci sinifdə oxuyur. Bu biraz adamı çaşdırır. Bu musiqi məktəbində 2-də oxuyur, yoxsa ümumi təhsil məktəbində. Biz bundan sonra quruluşumuzu elə formalaşdıraq ki, hər iki təhsil müəssisəsindən xəbər olmayan hansısa bir izləyicimiz başa düşsün ki, hə, bu ümumi təhsildə 5-də oxuyur və 2 ildə artıq musiqiyə gəlir. Və yaxud da ki, özünüz hansı formada uyğun hesab eləsəniz, məncə bu qarşılıq biraz çaşdıra bilər bizi. Bu tövsiyə edir hər bir kəsə. Daha sonra uğurlar arzulayıram. Çox yormaq istəmirəm, artıq geç saatdır. Həmkarlarımız da sağ olsun gəldiklərinə görə, xüsusilə də dəvətinizi eşitdiyinə görə ümumi təhsil məktəblərinin rektorları sağ olsun. Bunlar bir-birinə zəncirvari məsələ, gəlin belə deyək. Məktəbdə oxuyan uşaq bilmir tar nədir, görməyib, toxunmayıb, onun səsini eşitməyib. O necə tara həvəsi qanunu cürüstürəm, gəlin niyə maraqlı ola bilər. Gəlin əməkdaşlığımızı əqdən sıx eləyək. Burada bizə düşən nədirsə, mən də qurum olaraq Bakı Mədəniyyət Dairəsi adından, rəhbərimiz adından, əminəm ki, onların məsələyə həvəsi, marağı kifayət qədərdir. Üzərimizə düşən eləyək, artıq da şəbəkəmizi böyüdək, uşaqlardakı bədii estetik sözünün formalaşması kömək edir. Düzdürmü? Bu qədər. Sağ olun. Müəllimlər, sağ olun. Sağ olun. Müəllimlər sevdim. Çox maraqlı. Və əminəm ki, böyük arenamız olsa siz oran birsiniz eləyər. Çox əla və fanatlı işlərinizdə qururlar. Uzaq yol gələnlər, hansı işlərin ertəliyib bu uşaqların istedadını görmək üçün yığılan valideynlərimiz daha da onlara maraq ayırır. Onları dinləyin. Onların daha yaxşı yerləri gəzməsinə, görməsinə və sevgilərə, adətlərə toxunmasına qərar verir. Bəlkə də eşitmişsiniz, Technofest barədə, hansı ki, onun bir şüarı idi ki, bir çocuk, bir uşaq gəlib, bir uçağa toxunsun, bəlkə onda bir hansısa bir mühəndislik yatır. Mən tam ifadəni düşdüyündə deməli. Yəni ki, bir insan gəlib toxunsun bir dənə ona, drona, uçağa, hansısa bir alətdə, bəlkə onda bundan bağlı daha yeni bir fikir formalaşa bilər. Eynən də musiqi alətlərimizə. Sağ olun, uğurlar. Siz sevirəm. Möhtəşəmsiniz. Sevinç xanım, Salman müəllim, sizin kimisi bir gəz istəyirəm bura dəvət edeyim. Rəqs edəcəksiniz.
Bir daha hoş gördük hər birinizi, dəyərli qonaqlar. Mən ilk öncə istəyərdim Suraxanı rayon İcra Hökumətinin başçısı hörmətli Adil müəllimin adından sizin hər birinizi salamlayım. Və eyni zamanda belə bir möhtəşəm tədbirin ərsəyə gəlməsində əziyyəti olan Gülarə Əliyev adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin bütün kollektivinə, başda Elvina xanım olmaqla həm müəllimlərə, həm şagirdlərə dərin təşəkkürümüzü bildirək. Düşünürəm ki, hər birimiz bu konsertdən böyük bir zövq aldıq və biz də bir rayon icra hakimiyyəti olaraq hər il artıq ənənə alınalıb belə hesabat konsertlərində iştirak edirik. Nəinki hesabat konsertləri, Elvina xanımın təşkil elədiyi bütün tədbirlərdə seve-seve iştirak edirik. Və hər dəfə biz bu konsertlərin hər birindən xüsusi bir zövq alırıq və eyni zamanda da bu konsertlərdə mən düşünürəm ki, müəllimlərin peşəkarlığının əlbəttə ki, nəticəsidir ki, hər dəfə müxtəlif fərqliliklərin, yeniliklərin şahidi oluruq. Və müəllimlərin əziyyətinə görə dərin təşəkkürümü bildirirəm. Bir də xüsusilə vurğulamaq istəyərdim ki, rayon icra hakimiyyətinin təşkil elədiyi, demək olar ki, bütün ümumrayon tədbirlərində məhz bu musiqi məktəbinin töhfəsi böyükdür. Həm müəllimlərinin, həm şagirdlərinin. Buna görə də mən xüsusi olaraq sizə minnətdarlığımı bildirirəm. Çox vaxtınızı almaq istəmirəm. Bir daha təşəkkür edirəm dəvətinizə. Təşəkkür edirəm, hörmətli Elvina xanım, əziz bizim övladlarımız, hörmətli tədbir iştirakçıları. Mən diqqətlə qulaq asdım və sonunda bir nəticəyə gəldim ki, biz bu tədbirin sonunda təkcə 3 nömrəli Uşaq İncəsənət Məktəbinin yekun konsertidir, eyni zamanda bir neçə missiyamızın layiqincə və ləyaqətcə həyata keçirilməsinin şahid oldum. Bu gözəl səhnəmizin sağ və sol tərəfində Ulu Öndərimizin və bugün bizə layiqincə lider İlham Əliyevin sözləri yazılır. Biz bu çıxışlara qulaq astıq və mən bir Azərbaycanlı kimi, digər Azərbaycanlılar kimi həqiqətən fəxr edirik ki, bizim millət, bizim xalqımız yaşayacaq. O sözlərdə də görsənir ki, əgər bizim musiqimiz bu səviyyədədirsə və onun da biz şahidi olduq, hələ bunlar bizim çocuqlardır. Bizim musiqimizin dahiləri var. O cür dahilərin ifa olunan musiqiləri ilə bu xalqımız yaşayacaqdır. Və eyni zamanda biz musiqiləri diqqətlə izlədikcə biz musiqimizin orada səslənən kimi səviyyəsini də gördük. Və biz bütün dünya bir təəssübüt etdik ki, biz Azərbaycan xalqı olaraq nəinki yaşayacağıq, hətta səviyyəli yaşayacağıq. Ona görə də bu səviyyədə bizi burada bir saatdan artıq bir zaman kəsiyində bizim vaxtımızı bu cür səmərəli keçirilməsinə səbəb olan uşaqların hər birini, bax burada iştirak edən valideynlərlə bir yerdə, onların tədris aldığı məktəblərin rəhbərləri ilə bir yerdə, bunları bu səviyyə çatdıran onların müəllimləri ilə bir yerdə bağrımıza basırıq, onlara çox sağ ol deyirik. Bu tədbirimizin öncəsi səsləndi ki, Konstitusiya və Suverenlik ili çərçivəsində təşkil olunub. Bəli, bizim Konstitusiyamızın 30 ili, suverenliyimizin 5 ili və mahnıların da əksəriyyəti vətənpərvərlik formatında burada səsləndirilmişdir. Mən xalqımıza arzulayıram ki, həmişə əməl-amanlıq bizdən əskik olmasın. Vətənpərvər böyüyək, vətənimizi sevək və Allah ulu öndərimizə qəni rəhmət eləsin. Bax, üzümüzə gəlir 15 milyon illi qurtuluşu. Mən sizi inandırıram. Şükür Allahımıza ki, ulu öndərimizə ikinci dəfə qismət elədi. Və həmən andan sonra üzü bəri biz gəldik, artıq suverenliyimiz də bizə qismət oldu. Yenə də şükür Allaha ki, bugün bizə İlham Əliyev kimi bir liderimiz rəhbərlik edir. Bizim üzərimizə nə düşür? Bu övladlarımızı vətənpərvər böyüdək. Bizim üzərimizə nə düşür? Bu övladlarımızı musiqinin təsiri ilə kamil bir şəxsiyyət kimi böyüdək. Bu yolda əziyyət olan hər bir şəxsə mən təşəkkür edirəm. Çox sağ olun. Hülya xanım, sizə elə oradaca mikrofonu uzadım, bizə öz ürək sözlərimizi, deyil duası verəsiniz. Mən rus məktəbində oxumuşam, ona görə adımı Yulədir. Amma əsl adım Ulduzadır. Ulduzadır. Onlar bilsin ki, bəzi sözlərimi düşən deyirlər. Biz siz Sovet uşaqları olmuşuq, atam, anam vəzifədə işləyibdir. Onda prestijlə idi də, mütləq gərək Rusçan oxuyasan. Bir də söz deyim ki, Rusçan oxumaq mənim çox kömək elədi.
Divaris'te bir tədbir olanda həmişə mənə təklif edirlər ki, Simonov gəlmişdi onda. Şeiri kim bilir, kim şeiri diyecek? Dedim mən. Axtardılar, bütün məktəbləri axtardılar ki, onun şeirlərini kim bilir? Mən də heç orada gözləmirdilər ki, mən bunu şeir də deyə bilərəm. Durdum, çıxış elədim orada. Simonov durdu, məni qucaqladı, öptü. Dedi, спасибо азербайджанскому народу, что такие кадры. Чисто на русском языке говорят, не скажешь, что он азербайджанка, без акцента, без ничего. Elvina xanım, çox sağ olun. Mən bir söz deyirəm, mən bu köhnə müəllimləriniz məndə tanıyır. Neçə gün halım çox pis idi. Deyirdim ki, deyəsən mənim bir təhər olacaq. Dedim, amma məktəbimizdə konsert var. Dedim, nə? Konsert olacaq, mən gedirəm oraya konsertə gedirəm. Mən müddət müəllimləri görməliyəm hamısı. Elvina xanım, çox sağ olun. Bugün mən elə zövq aldım, vallahi mən xəstə deyiləm. Uşaqlar çalıb oxuyanda istəyirdim, duram mən oynayam, dedim ki, sonra vallahi çox sağ olun. Zəhmətimiz böyükdür, müəllimlərin zəhməti böyükdür. Bizim burada gözəl Gültəkin müəlliməmiz oturub. O mənim oğlumun müəlliməsi olub. O müəlliməyə görə mənim müəlliməsi olubdur. Gültəkin zəhməti çox olub. O indi xaricdədir. Almanya'dadır. O bizim Respublikanı orada təsvir edir, oxuyur orada. Bilirsiniz, bağışsın da mən, o çoxdan da danışmıram, biraz çox danışacağım. Bizim ailəmiz hamımız muzikantıq. Mən 73 ildir bu məktəblə bağlıyam. Bu yaxında 80 illiğim oldu. Hesab eləyin ki, 7 yaşından bu məktəbə oraya gəlmişəm, oxumuşam. Həmişə aktivli olmuşam. Harada konsert, mən konsert. Rəhmənlik Zülfüqar müəllim qarşı bizim ilk müdürümüz olubdur. Onun da bir qardaşı vardı, Agus. Onunla həmişə ansambl çaldırdık. Sumqayıtda bir məclis oldu, gedirdik, onunla çaldırdık. Qabaq xarici yoxdur, amma elə bütün rayonlara gedirdik. Elvina xanım, bura bizim üçün məktəb oldu. Mənim yoldaşım burada ilk nəfəsli orkestr yarattı, Yaşar müəllim. Baxmayaraq konservatoriyada müəllim idi, adlı sanlı adamıdır. Burada təmənnasız bir mənə maaş lazımdır, 5-6 dənə tələbə götürüb. Mən burada bir orkestr yaradım, nəfəsli orkestr yarattı. Onun davamçısı Marif olub Yaşar müəllimin tələbəsi. Marif, sənə qurban. O dedi ki, mən Yaşar müəllimin davamçısı olacaq. Marifdən qabaq mənim Tayyip oğlu burada nəfəsli orkestr oldu. Yoxdur bu rayonda orkestr. Yaşar müəllim özünü qoydu, oğlu ondan sonra davamçısı oldu, ondan sonra Marif oldu. Mən sevinirəm, o nəfəsli orkestr çalanda deyirəm, ay Allah, nə yaxşı ki, belə müəllimlərimiz var ki, hələ bu doxava instrumentlərə gəlirlər, məşğul olurlar. Çox sağ olun, müəllimlərin rəhməti çoxdur. Gültəkin müəllim, baş əyirəm sizin yanınızda. Çox belə, zövq aldım bu illəri bu konsertdən. Həmişə belə konsertləri keçirdəsiniz, çox yüksək səviyyədə keçdi. Böyle razıyam sizdən. Çox sağ olun, məni bu günləri yaşatdınız. Sağ olun, sağ olun. Çok sağ olun. Sonuna giden Fatih'e çok teşekkür ederim. Yaxşı. Direktorlarımızdan, Ümumi Təhsil Məktəbi direktorlarımızdan kimsə sözü vardısa, ürək sözlərini bizlə bölüşmək istəyirsin. Elvina xanım, mən də yəqin ki, məktəb rəhbərləri danışacaq. İlk öncə öz adına sizə minnətdarlığımı bildirirəm. Çünki mən burada hal-hazırda məktəbimizin bir çox şagirdlərini gördüm. Onları digər tərəfdən kəşf etmiş oldum. Düzdür, məktəb tədbirlərində iştirak edirlər. Amma burada da, belə deyim də, onların bu sənətə necə yiyələndiklərini şahid oldum. Buna görə mən sizə minnətdarlığımı bildirirəm. Dəvətinizə görə minnətdarlığımı bildirirəm. Sizlərin hər birinə minnətdarlığımı bildirirəm. Çox sağ olun uşaqlar. Biz sizinlə qürur duyuruq.